Vaxtınız xeyirli olsun. Daha önce bu paxlavalar necə bayra doğru açılır, onun hörgüsünü, toxunuşunu sizə göstərdim. İndi isə necə eləyirəm ki, o içə doğru gedir. Buradakı xətt, 2 dənə ilməyimiz. Bunun üçünsə onun tam tərsini eləyirik. Əvvəl buradan tərsləri önə almışdıq. İndi içdəki tərsləri bayra keçirdirik. Nə edirik bunun üçün? Alırıq bu düz ilməkləri. Bu varsa buna, yoxdursa indi mən deyəcəm necə toxuyuram, elə göstərim. Təzədən tərs ilməyimizi keçirdik bu tərəfə. Düz ilməyimizi toxuduq. İçdəki tərs ilmək bayra düşmüş oldu. Bunun adı nədir bilmirəm. Bundan varsa bundan eləyin. Yoxdursa buna deyəcəm, buna olur. İynə, qalın iynə varsa ona keçirdin. Gəldik. Onda daha doğrusu asan da olacaq sizin üçün. Gəldik demək indi bu tərəfinə. Mən nə edirəm? Aldım, mili çıxartdım ilməklərimi, tərsi taxdım buna, amma dartmadan. Düz ilməkləri keçirdirəm şişə, təzədən buna keçirtdim və toxuyuram. Düzü düz, tərsi dərs. Tərsi tərs. Və bu səfər nə olur? Buradakı tərs ilməklər içə doğru gəlir. Pardon, içdəki ilməklər bayra doğru düşür. Ən son gəlir, 4 dənə düz olur. 4 düz olandan sonra toxuyuruq. Təzədən yenə açma işləmini eləyirik. Təzədən yenə 4 dəfə toxuyuruq bağlama işləmini. Və belə bir naxış olur. Yəni açılan paxlava və bağlanan paxlava. Nə deyirlərsə buna bilmirəm də ondan. Hələlik.